6 il öncə necə mən 30 kilo çəki atmışdım və başıma nələr gəlmişdi, sizə onları danışıb 6 il bundan öncəki və indiki çəki atmağı sizin üçün müqayisə edəcəm. Xanımlar, düz 6 il bundan öncə bir çox diyetoloqlara qoşulmuşdum və sonra da özüm davam edərək düz 30 kilo çəki atmışdım. 30 kilo çəki atmışdım və sonra nə oldu? Təbii ki, nə oldu? Mən həkimə gedəsi oldum. Niyə? Çünki təzyiqim 90-60, vitamin D-im 0, kalsiyum çox aşağı. Bu da nədən irəli gəlirdi? Düzgün qidalanmırdım, az yeyirdim, çəki atırdım. Çəki atmana yanaşı orqanizmdə olan bütün vitamin və minerallar sovrulub getmişdi. Təbii ki, o vaxt başım çıxmadığı üçün heç bir vitamin, mineral da qəbul etmirdim. Amma indiki çəki atmamda isə çox fərqlidir. Çünki mənim bu möhtəşəm qarışımım var. Bu qarışımın içərisində vitamin D, kalsiyum, maqnezium, sink, omega 3, 6 və E vitamini var. Bu da nə deməkdir? Siz arıqladığınız zaman bu vitaminləriniz azalmır. Əksinə daha da bərpa olunur. Siz həm güclü, həm enerjili, həm də ki, sağlam arıqlayırsınız. Məni indi kim görürsə, o vaxtı həkimə gedəndə həkim belə mənə görən kim demiş ki, siz sağlam qidalanmırsınız, rənginiz çox sarıdır. Siz təsəvvür edin ki, çəki atarkən mən elə günə qalmışdım ki, mən aylarla müalicə elədim. O vitamin mineralları içdiyimə görə mən kökəldim və atdığım çəkilər geri qayıtdı. İndi isə bu qarışımım sayəsində məni kim görürsə deyir çəki atmısan, əksinə cavanlaşmısan, dəyişmisən, dərin də çox qəşəngdir, saçın, dırnağın, enerjin, hamısı bu qarışım sayəsində. Xanımlar, siz də arıqlayarkən sağlam qalmaq istəyirsinizsə, mütləq bu qarışımdan istifadə edin. Son zamanlar fikir vermisiniz, insanları arıqlatan xanımlar belə özlərində böyük problemlər yaranır. Çünki onlar da qidalanma zamanı vitamin və minerallardan qəbul etmədikləri üçün o günə qalırlar. Siz təsəvvür edin ki, bu qarışımın içində olan vitamin və mineralları siz aptekdən alsanız 200-250 manat pul eləyir. Hətta bir qutu maqnezium 30 manatdır. Amma siz 30 manat ödəyərək həm bu qarışımı, həm də bir aylıq arıqlama proqramı alırsınız. İndi siz deyin, sağlam vitamin və minerallarla arıqlamaq yaxşıdır, yoxsa ac qalaraq atdığınız çəklərin sonradan fəsadlarını görməkmi? Elə indi mənə yazın, ətraflı izah edim.